Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Azərbaycan Dövlət Universitetinin 4-cü korpusuna çox yaxın bir ərazidə 3,1 sot torpaqda sözünüzü deməli otaqların sayı yadımdan çıxıb, ancaq ümumi kvadrat metrini deyə bilərəm ki, deməli 125,8-dir. Hal-hazırda bax zalındayam. Zalın eni 5 metrdir, uzunluğu harca 10 metrə yaxındır. Ancaq yenə təkrar edirəm. Deməli 125,8 kvadrat metrdir. 3,1 deməli sotda yerləşir. Bura deməli 3-4-dədir. Bax bu cürdür. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi mən sizə bu deməli evin pollarını göstərirəm. Bax ümumiyyətcə çox möhkəm poldur. Yəni sovet poludur. Ancaq möhkəm taxtadır. Yenidən ikinci otağı göstərirəm. Bax buranın ölçüsü belə deyim hardasa 5'in 7'yedir. Yenidən bax bu otağı göstərirəm. Yenə təkrar edirəm. Ümumi sahəsi kvadrat metrdə 125,8'dir. Asan xidmətdə alqı-satqı edən sənəddir. Bura isə deməli gördüyünüz kimi zalıdır. Bax bu cürdür. Burada yeganə minus ola bilər. Məhli maşın daxil olmur. Ancaq mərkəzi yoldan. Bu həyət evinə qədər olan məsafə 25-30 metrdir. Bura isə deməli bir zal, bir böyük otaq, bir kiçik otaq. Bura isə deməli ikinci kiçik otaqdır. Buranın da ölçüsü 3-4'dədir. Qarşıda böyük bir deməli mətbəxi var. Dediyim kimi Azərbaycan Dövlət Universitetinin 4-cü korpusuna yaxındır. Bax buranın ölçüsü 5 belədir, 6 belədir, mətbəxdir. Gördüyünüz kimi bax mətbəxidir, təmirlidir. İndi isə məhəlləsinə çıxıram. Bax o maşın məsələsində döngədə yerləşir. Ancaq maşın daxil olur. Ancaq mərkəzi küçə ilə bu deməli həyət evinin ərazisi məsafəsi 25-30 metrdir. Hətta 20 metrdir. Bu sözdə deyə bilərəm. Burası bağçasıdır. Gördüyünüz kimi 2 tonluq su baseynisi var. Qiyməti həqiqətən çox insaflıdır. Yəni 70.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Çox yaxınlıqdan, hədsiz dərəcədə yaxınlıqdan köhnə 24, təzə 20 nömrəli marşrutlar işləyir. Bundan başqa 22 nömrəli orta məktəb yaxınlıqda yerləşir. Qarşıda hamamıdır, əldamıdır. Bura həmin zonadır. İnsan hamamına keçirəm. Gördüyünüz kimi hamamı təmirlidir. Təzə 20, köhnə 24 nömrəli marşrutlar işləyir. Bura isə deməli hamamıdır. Bax belə bir həyət evinin qiyməti 70.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İndi isə evin üst hissəsini görürsünüz. Bax bu cür vəziyyətdədir. Yenidən 3,1 sot torpaqda yerləşir. Deməli başqa regionlar üçün də onu da deyim ki, şəhərdir. Azərbaycan Dövlət Universitetinin 3-cü, 4-cü korpusuna yaxın bir ərazidir. Məhliyə maşın daxil olmur, döngə daxil olur. Asfaltdır döngəsi. Həmin mərkəzi küçədən deməli 20-25 metr, bax 20-30 metr arasıdır. Bax burası deməli həmin bu evə aiddir. 3,1 sot torpaqdır. Qiymətin 70.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burada isə siz qapıdan giriş hissəsini görürsünüz. Yuxarıda navesi var. Navesi də bax bu cürdür. Necə görürsünüz? Bax belə sizlərə uğurlar.